Salam mənim əziz qardaşlarım, aslanlarım, şirlərim. Bu günlərdə 2-3 nəfər elə bir sualla gəlib mənə müraciət eləyib. Biri var Qazaxdandır, Yevlaxdan var. Gələ bilmirlər və çox xahiş ediblər ki, bu haqqda video paylaşım. Hamilə qala bilməyən, övladı hamilə qalıb 2-3 aydan sonra düşüklük salan, zəiflik, yəni övlad düşürsə, spermasında duruluq olan, yəni əgər bir insan kişinin sperması çox durudursa, hamilə qalmaq qadınlarda çox çətinlik çəkilir. Çünki durudur, axıb tökülür. Qatı olması üçün, oğlan övladı olması üçün, sperma həddən artıq güclü olması üçün gözəl bir resept deyirəm. Yəni mən bunu canlı yayımlarda demirəm, əsasən yanıma gələndə deyirəm. Eybi yoxdur, halal xoşunuz olsun, nöş demirəm, çünki başqa təbabətçilər götürür, sonra onu öz xəstələrinə satır. Allah pul alan təbabətçiləri özləri bilərlər. Neysə, bir dənə nəlbəki götürün, bax bir ovuc buğdanı tökürsünüz nəlbəkin içinə, üstünə marlı salırsınız və su gezdirirsiniz üstünə. Şu 4 sutka saxlayırsınız onu nəlbəkidə. Gündə biraz su vurursan ona ki, qurumasın. Nəmişlikdə qalsın. Buğda az da olsa balaca cücərən kimi götürün həmən buğdanı atın blenderın içinə. Blenderın içində un kimi olandan sonra tökün onu 200 qramlıq stəkana. Həmin stəkanın içinə tökəndə bir dənə çi kənd yumurtasını sındır, tökürsən onun içinə 2-3 dənə də fındıq ləpəsi. Ezirsən onu, qarışdırırsan ona. İpşo. İstəyirsən 2 dənə stəkan düzət, birini yoldaşın, birini özün istifadə elə. Bu resepti kimlər istifadə edə bilər? Oğlan uşağı istəyənlər, sperması duru olanlar, testosterondan əziyyət çəkənlər, cinsi zəiflikdən əziyyət çəkənlər, gec ailə qurmuş xanımlar bu reseptdən necə lazımsa hər gün ta hamilə qalana kimi istifadə edə bilərlər. Çox gözəl reseptdir, güclü bir resept. Dağlarda, böyüklərdə qurt varsa, qurtu 4-5 günə məhv eləyən məcunumuz da var. Övladı olmayan, faizi aşağı olan, cinsi zəifliklə əziyyət çəkənlər isə bu gözəl məcunlardan zakaz eləyə bilər. Prostatın bir nömrəli dərmanıdır. Yaşlı insanlarda da cinsi zəiflik problemini həll eləyir. Gedəbəy dağ balından da istəyənlər nömrəmə zəng vursun. 055 939 54 77.